Koç bürcü 9 Mart 2025-ci il gün mübahisəli olacaq. Səhər saatlarında həmkarlarınızı əməkdaşlığa sövq etmək çətin olacaq. Heç kim güzəştə getmək istəməyəcək. Hər kəs təkid edəcək. Birlikdə işləməkdən daha çox özünü təsdiq etmək barədə düşünəcək. Bəzi planlar gözlənilməz hallar müdaxilə etdiyi üçün dərhal yenidən qurulmalı olacaq. Ancaq çətin dövr uzun sürməyəcək. Əksər qoçlar onlara tanış olmayan mövzuları asanlıqla başa düşəcək. Düzgün nəticələr çıxaracaq və yeni şeylər öyrənəcəklər. Günün ikinci yarısı həm işgüzar tərəfdaşlarla həm də yaxınlarınızla ciddi söhbətlər üçün əlverişlidir. Buğa bürcü 9 Mart 2025-ci il çətin bir gün, amma sevincsiz deyil. Həmkarlarla qarşılıqlı anlaşmaya nail olmaq çox asan olmayacaq. Xarici amillərin müdaxiləsi səbəbindən adi iş rejimi pozulacaq. Tez tənzimləməli olacaqsınız. Buna görə də çeviklik və tez keçid qabiliyyəti buğaların əksəriyyəti üçün faydalı olacaq. Sizə deyilən hər şeyə inanmağa tələsməyin. Siz təsadüfən və ya qəsdən yanıla bilərsiniz. Ona görə də hər hansı bir məlumatı 2 dəfə yoxlamaq və aydınlaşdırmaq vacibdir. Bütün gözləntiləriniz doğru olmayacaq. Yaxşı fürsətləri əldən verməmək üçün diqqətli olun. Əkizlər bürcü 9 Mart 2025-ci il gününüz xoş keçsin. Güc və enerji artımı başqalarının imkanlarından kənarda olan iş həcminin öhdəsindən gəlməyə imkan verəcəkdir. Yaradıcı yanaşma bir çox əkizlərə çətin vəziyyətlərdə zərif və ya qeyri-ənənəvi həll yolu tapmağa kömək edəcək. Əqdlərin bağlanması üçün əlverişli dövrdür. Dürüstlüyünüz bəziləri üçün həddindən artıq görünə bilər. Lakin bu, istənilən danışıqlarda qeyri-müəyyənlikdən qaçmağa kömək edəcək. Axşam yeni əlaqələr qurmaq və pozulmuş əlaqələri bərpa etmək üçün əlverişlidir. İlk addımı atmalı olacaqsınız. Sonra hər şey sizin xeyriniz olacaq. Xərçəng bürcü 9 Mart 2025-ci il ən asan gün deyil. Bütün planlarınız gerçəkləşməyəcək. Bir çox xərçənglər işin nəticələrinə yaxşı təsir göstərməyəcək. Əhəmiyyətsiz xırda şeylərdən yayınmağa meyilli olacaqlar. Təcili həllər tələb edən gözlənilməz problemlər yarana bilər. Ciddi və iri miqyaslı layihələri üzərinizə götürməməlisiniz. Ancaq çox çətinlik çəkmədən rutin işlərin öhdəsindən gələcəksiniz. Başqalarından kömək ümidləriniz özünü doğrultmayacaq. Başqalarına onlardan nə istədiyinizi izah etmək çətin olacaq. Buna görə də ilk növbədə öz gücünüzə güvənin və artan iş yükünü götürməyin. Şir bürcü 9 Mart 2025-ci il qeyri-müəyyən bir gündür. Səhər saatlarında ciddi və məsuliyyətli vəzifələr götürməməlisiniz. Xüsusən də digər insanların cəlb edilməsini tələb edirsə, əksər şirlər başqaları ilə qarşılıqlı anlaşmaya nail olmaqda çətinlik çəkəcəklər. Danışıqlar aparmaq üçün yaxşı vaxt deyil. Şöhrətpərəstliyiniz və inadkarlığınız nüfuzunuza yaxşı təsir göstərməyə bilər. Bununla belə enerjinizi düzgün istiqamətə yönəlsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Biraz sonra müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Siz emosiyaların öhdəsindən gələcək çoxlu yaxşı imkanlar görəcək və onlardan uğurla yararlanacaqsınız. Qız bürcü 9 Mart 2025-ci il aktiv və hadisələrli gündür. Müxtəlif insanlarla çoxlu söhbətlər edəcəksiniz. Bəzi qız bürcləri iş tapşırıqlarını ailə məsələləri ilə birləşdirməli olacaqlar və heç bir xüsusi çətinlik çəkmədən hər şeyin öhdəsindən gələcəklər. Həmkarların və ya yaşlı tanışların məsləhətlərinə laqeyd yanaşmayın. Heç olmasa onlar sizə yaxşı fikir verəcəklər. Gün ərzində enerjili və qətiyyətli olacaqsınız. Təşəbbüs göstərmək, təkliflər vermək, gələcək üçün planları müzakirə etmək üçün əlverişli zamandır. Bu təkcə iş məsələlərinə deyil, həm də ürək məsələlərinə də aiddir. Tərəzi bürcü 9 Mart 2025-ci il vacib məsələləri axşama qədər təxirə salmayın. Günün ilk yarısı xüsusilə uğurlu və məhsuldar olacaq. Bir çox tərəzilər özləri üçün son dərəcə sərfəli şərtlərlə sövdələşmələr bağlaya biləcəklər. Çox güman ki, ümidverici təkliflər alacaqsınız. İntuisiyanız sizə dərhal onları götürməyiniz lazım olduğunu və ya biraz gözləməyin daha yaxşı olub-olmadığını söyləyəcək. Bütün ideyalarınız reallaşmayacaq. Günün ikinci yarısında impulsiv qərarlara meyilli olacaqsınız və bu həmişə uyğun olmayacaq. Nəticə çıxarmağa tələsməyin. Detallara daha çox diqqət yetirin. Bu, zəhlətökən səhvlərdən qaçmağınıza kömək edəcək. Əqrəb bürcü 9 Mart 2025-ci il ən asan gün deyil. Bununla belə səhər qarşınızda əlverişli imkanlar açılacaq. Bundan yararlanmaq vacibdir. Bəzi tərəfdaşlarla danışıqlar aparmaq əl olacaq. Bir çox əqrəblər öz layihələrinə perspektivli sponsorlar cəlb edə biləcəklər. Rəhbərlik və digər nüfuzlu insanlarla münasibətlər qurmaq üçün əlverişli zamandır. Heç bir ciddi işi axşama qədər təxirə salmayın. Başladığınız işi bitirin, səhvləri düzəldin və sənədlərinizi sıraya qoyun. Növbəti gündən əvvəl kifayət qədər dincəlmək çox vacibdir. Ox atan bürcü
9 Mart 2025-ci il. Gününüz xoş keçsin. Uzun müddət başlamağa cəsarət etmədiyiniz işlərin öhdəsindən belə gələcəksiniz. İdeyalarınız ətrafdakıların tam təsdiqi ilə qarşılanacaq. Həmkarlarınız və rəhbərliyin gözünə nüfuzunuzu gücləndirə biləcəksiniz. Oxatanların əksəriyyəti işlərində faydalı olacaq, faydalı bacarıqları öyrənə biləcəklər. Danışıqlar və ciddi məsələlərin müzakirəsi qeyri-adi şəkildə müsbət gedəcək. Günün ikinci yarısı mövcud münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək üçün mükəmməldir. Bu iş, biznes və şəxsi həyata aiddir. Yaxınlarınızın işlərinizə müdaxiləsi təəccüblü dərəcədə müsbət olacaq. Oğlaq Bürcü 9 Mart 2025-ci il. Gərgin, lakin mübahisəli gündür. Müxtəlif insanlarla danışıqlar aparmaqda yaxşı olacaqsınız. Siz həmsöhbətinizin gizli motivlərini asanlıqla başa düşəcək və onu haqlı olduğunuza inandırmaq üçün düzgün sözlər tapacaqsınız. Qeyri-adi məsələləri başa düşə biləcəksiniz. Bu prosesdə işinizdə sizə faydalı olacaq şeylər öyrənəcəksiniz. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Buna görə də bir çox oğlaq yalnız faydalı əlaqələr quracaq, həm də romantik münasibətlərə başlayacaq. Gün ortadan sonra aktivlik bir qədər azaldılmalıdır. Tələsik qərarlar verməyin. Çox güman ki, səhv çıxacaq. Dolça Bürcü 9 Mart 2025-ci il. Çox yaxşı gün deyil. Sakit qalmaq çətin olacaq. Hər şey planlaşdırdığınız kimi getməyəcək. Ona görə də getdikcə tənzimləməli olacaqsınız. İşlərinizdə başqalarının köməyinə ümid etməməlisiniz. Onlar səndən imtina etməyəcəklər. Amma hər şeyin öhdəsindən tək başına daha tez gələcəksən. Vacib qərarlar qəbul etməməli və iri miqyaslı layihələrə başlamalısınız. Günün ikinci yarısında diqqətinizi rutin işlərə yönəltməlisiniz. Bir vaxtlar təxirə saldığınız işləri sonradan yerinə yetirə biləcəksiniz. Yaxınlarınızın dəstəyi Dolça bürclərinin əksəriyyətinə gərgin gündən sonra istirahət etməyə kömək edəcək. Balıqlar Bürcü 9 Mart 2025-ci il. Gün olduqca yaxşı başlayacaq. Ona görə də xoş anları qaçırmayın. Fəaliyyətiniz və enerjiniz ən çətin və gözlənilməz işlərin öhdəsindən gəlməyə kömək edəcək. Gələcək uğur üçün yaxşı zəmin yarada biləcəksiniz. Bununla belə bəzi balıqlar öz hərəkətlərinə həddindən artıq tələskənliyə meyil olacaqlar ki, bu da kiçik problemlərə və əsəbi səhvlərə səbəb ola bilər. Axşam yaxınlaşdıqca məişət işlərinə xüsusi diqqət yetirməli olacaqsınız. Bu yorucu və ağır olmayacaq, ancaq sizi bəzi planları təxirə salmağa və ya ləğv etməyə məcbur edəcək.